Azərbaycanda qeyrətli, şərəfli kişilərin, əxlaqlı xanımların sayı qat və qat çoxdur. Sadəcə olaraq o pislər təbliğatı çox güclü olduğu üçün elə bilirik ki, pis daha çoxdur. Xeyr, inan o pislər heç %1-i qədər deyil. 100-ün biri qədər deyil. Sadəcə olaraq yaxşılarımızın, qeyrətli, namuslu insanlarımızın təbliğata aparılmadığı üçün biz elə bilirik ki, pis daha çoxdur. Xeyr, pis azdır. Yaxşı olan, çox olan yaxşıdır. Sadəcə yenə deyirəm, o yaxşı təbliğatı getmədiyi üçün elə bilir ki, yəni pis daha çoxdur. Allah yaxşı insanlarımızı pis insanlardan qorusun. Pis əxlaqsız insanlardan qorusun. Azərbaycanın qeyrətli, namuslu qadınları, qeyrətli, şərəfli kişiləri var və var da olacaq. Bu torpaq müqəddəs torpaqdır. Bu torpaq şəhid qanları yoğrulmuş, yəni müqəddəs ilahi bir yurtdur. Ona görə də bu yurdun da, bu qeyrətli, şərəfli kişiləri də, şərəfli, qeyrətli, namuslu xanımlarımızın da qədrini bilməliyik. Pis olacaq, biz həmişə olacaq. Meşə çaqqalsı olmur. Əsas odur ki, yaxşılarımızın qədrini bilək. Allah yaxşılarımızın canına can sağlığı versin.